Salam dostlar, deməli üzümdə meyvələrin iriləşməsi üçün vacib tədbirlərə ehtiyac var və bugün mən sizə bu üzümdən ötürü özü paylaşacağım, fikrimi bölüşəcəm sizlərlə. Yəni bildiyiniz kimi bizim CD Grape dərmanımız var və ən az reklam olunan dərmanlardan biridir. Bunu sizin üçün asanlaşdırıb kompleks gübrə şəklində təklif edirik. Yəni meyvədə iriləşməni və yaxud parlaqlığını və s. və ilə axır çatışmazlıqlarını CD Grape gübrəmizin tərkibində. Söz yox ki, az istifadə olunur ölkədə. Çünki istehsalı çox mürəkkəbdir. Ona görə sözümüz də ciddi istehsal olaraq göstərməmişik bu günəcən. Çünki CD Grain, CD Cotton, CD Beetroot, CD Corn, CD Onion kimi taxıl, pambıq, çuğundur, qarğıdalı, soğan kimi daha ciddi miqdarda əkinlərdə təcrübələrimiz olub. Ona görə üzüm üçün o qədər maraqlı, həm vaxt baxımından, həm də ümumiyyətlə maraqlı olmamışıq. Və olmuşuq da, yəni müəyyən sınaqlar aparmışıq və əsasən də bu məhsullar marketinqə cəlb olunub deyə, marketinq də mövcuddur. Yəni bildiyiniz kimi bu qədər məhsulu bazarda insanlara tanıtmaq, sınaqlarını aparmaq, nəticələrini göstərmək. Ona görə belə deyək, CD Grape az vaxtımız qalıb. Üzüm üçün əsasən təcrübə sınaq məqsədli təkliflərimiz olub bəzi təsərrüfatlara. Belə alıcı təsərrüfatlarımız da, böyük təsərrüfatlarımız da olub. Amma əsasən dediyim kimi sınaq təcrübə məqsədli olub. Yüksək miqdar, yəni giberalin tərkiblidir. Xüsusi nisbət NPK-sı var tərkibində. Amin turşuları və hormonların qarışığı bir məhsuldur CD Grape. Üzüm üçün gilələrin iriliyidir. Parlaqlığında əvəz edilməz bir məhsuldur. CD Grape üzümdə çatlamaları önləməkdə söz sahibi məhsuldur. Çünki sırf çatlamalardan ötürü onu daha çox istifadə edib fermerlərimiz. İstifadə edənlər CD Grape'nin nə dərəcədə faydalı məhsul olduğunu bilirlər. Xüsusilə üzümün yetişmə dövründə suyun kəsilməsi, meyvələrin yetişməsi, yaxşı şəkər toplaması üçün susuz saxlanması bitkilərdə bir çox stres şərtlərinə səbəbiyyət verir. Yəni bu məhsulla siz həm daha sürətli şəkər toplanmasını təmin edirsiniz, həm bitkini həmin streslərdən asanlıqla ötüşdürürsünüz və eyni zamanda bitkidə həmin o suyu kəsdiyiniz dövrdə daxili suyun hərəkətini tənzimləmək üçün lazım olan hormonlarla təchiz olunub gübrə. O baxımdan yəni həmin stres şəraitlərini aradan qaldırır və parlaq, bazar birində xəstəliklərə də dayanıqlı bir məhsul əldə edirsiniz və eyni zamanda da bazarda da məhsulunuz digər məhsullara görə daha cəlb edici olur. Belə, üzümdə mütləq CD Grape-dən istifadə edib, yoxlamağınızı məsləhət görürəm. Demirəm, bütün sahənizdə istifadə edin, 1 hektarında istifadə edin, yoxlayın. Maşallah, bütün üzüm fermerlərinin hamısının 20 hektar, 30 hektar yerləri var. Yarım hektarında sınaq edin, yoxlayın, nəticəsinə baxın. Ona görə qərar verin. Heç bir şəkildə iddia eləmirəm ki, CD Grape mütləq verin. CD Grape verən fermerlər zaten verir. Digərlərinə də tövsiyə edirəm ki, alıb sınaq eləsinlər sahələrində. Əgər uyğun görəcəklərsə, həqiqətən dediyimiz şəkildə meyvələrin iriliyidir, məhsulun parlaqlığıdır, bazar gözəlliyidir. Bunları əldə edə biləcəksinizsə, inşallah ki, gələn il bütün sahənizə tətbiq edərsiniz. Bu ilki il bildiyiniz kimi yaxşı deyil, təsərrüfat baxımından, xüsusilə üzüm baxımından ciddi şəkildə havada həm temperatur yüksəkdir, həm temperatur gecə həddən artıq soyuqdur. Bu gecə-gündüz temperatur fərqi də ciddi problemdir üzümdə. Ona görə mən tövsiyə edərdim ki, indidən tədbirli olasınız. Məhsulun həm gözəlliyinə, həm iriliyinə, həm də çatlamalarına qarşı tədbirli olasınız. Belə, Allah hamıya bol məhsul yetirsin.